Bir çox xanımlarımızın xahişi ilə bu dəfə də mən qoğal bişirdim. Söz vermişdim, yəni paylaşacağım videosunu. Bax belə, demək nə edəydim? Burada şirin qoğal eləyəcəm, amma fərqi yoxdur. Şirin, şor, səpmə. Bunların hamısının xəmiri eynidir. Məndə xəmiri neçə illərdir mən xəmiri bu cür yoğururam. 1 kilo una, 1 xörək qaşığı maya, 1 xörək qaşığı duz, 1 xörək qaşığı şəkər. Xörək qaşığının ucunda da biraz sarı kök. Sarı kökü çox vurmaq olmaz. Niyə? Xəmir qaralır. Biraz vururuq ki, biraz nəysə rəngi dəyişir də, limon rəngi olur belə. Xəmiri yoğurdum. Su ilə, südün qarışığı ilə yoğururam. Çox da qaynar eləmirəm. Biraz belə sərin ilıq olmalıdır. Qəşəng xəmiri yoğurdum. Axırda da 1 xörək qaşığı kimi duru yağ vururam ki, xəmirə bir gözəllik, bir parlaqlıq, belə bir məsamməlik verir də xəmirə. Qoyuram xəmiri, qoyuram stolun üstünə. Haradasa bir yarım saat üstündə örtürəm, yarım saat qalır. Çox yox. Bəlkə də 20 dəqiqə saxlayıram mən. Çünki xəmiri çox qoymuram da mayalansın. Qoğalın xəmiri olmaz çox mayalamaq. Çünki onsuz da xəmiri biz yağlamağımızı, yayımağımız, ondan sonra ona içlik qoymağımız, belə bu etaplardan keçənlər kimi xəmir də nə qədər gəlir. Ona görə də başdan vaxtında başlayırıq. Qəşəng kündələdim. İndi baxırıq da siz indi hər adam indi bilmirəm stolunun yəni razmeri var da, bəlkə balaca stola yayacaq taxtaya, bəlkə böyük. Məsələn bizdə böyükdür, mən 300 qram götürürəm kündələrimi. Məsələn ola bilər ki, balaca stoldur, 100 qramdan götürsən, oca çox olacaq. 1 kiloya da çox kündə olur. İstəyirsən onu böl 2 yerə, 2 dəfə yağla götür. Məsələn 10 dənə, 12 dənə olsun da belə layların sayı. Çox olmasın. Çünki qatlar bilinməz. Bax belə kəsdim, yağladıq, qutardıq. Əvvəlcə stolun üstünə mən duru yağda vururam ki, rulonlar yapışmasın. Rulon eləyəndə, yığanda yapışmasın. Qəşəng yaydıq, birinci vərdənədən başladıq. Yaydım, yağladım. Ondan sonra canım sizə desin, rulonlar elədim. Rulonlarda çox enli eləmək olmaz. Enli eləyəndə də qoğalın qatı, qoğal formasını itirir. 2 barmaq belə ölçüsündə qəşəng kəsim eləyirik. Sonra rulonları yığırıq. Qoyuruq qəşəng biraz gəlir. Mütləq o gəlməlidir. Hamısına yenə gözləyə ki, o çatlamasın. Əgər biz gəlməmiş onu məsələn içinə içlik qoysaq, yastılayıb şeyləsək, yığsaq, bişirsək, mütləq o çatlayacaq, çat-çat olacaq. Ona görə də qoy bir qəşəng gəlsin, bir-birinə yapışsın, qatları qəşəng gözləyə. Bax belə içliyi oydum, içlik qoyuram, bu şirin içlikdir. Qoydum qəşəng, bükürəm, yığıram listə, biraz da gəlir, sonra yenə qəşəng yastılayıram, yenə listə yığıb, üzərinə yumurta vururam, yumurtanın, demək 2 dənə yumurtanın sarısı, bir də bütöv yumurta mən vururam. Bax belə 2 dəfə özdə üstünü yumurtalayıram, yığıram, yenə bir 15-20 dəqiqə qalır. Bax belə bişiririk. Əvvəlcə 200 dərəcədə qoyuram, yüksək odda şişirlər, çünki şişməsi lazımdır. Mənə möhkəm şişir. Bir damcı gördüm ki, qızarana yaxın xodunu azaldıram. Haradasa 170 dərəcədə belə qoyuram. Vam odda qəşəng araları da qat-qat fan rejimdə qoyuram. Qəşəng hər tərəfi qəşəng qızarır, şişir. Ləzzətli gözəl qoğallarımız alınır. Ondan sonra şirin içilikdə də ki, undur, yağdır, umac eləyirəm. Baxıram ki, çox da belə un kimi olmasın. Biraz belə ovcuma belə sıxıram, ovcumda qalsın da belə. Qəşəng umac elədim. Ona vanilin vururam, biraz şəkər vururam. Şəkəri də vuranda yenə dadına baxmaq lazımdır. Yəni gözə yarı eləyirəm. Vurdum vanilin, biraz da sarı kök. Bu şirin içlik hazır. Şor qoğanın da içliyinə yenə yağla umac eləyirik. Ona da vururuq cirə, raziyana, duz, istiot, sarı kök. Yenə də gözə yarı dadına baxırıq. Səpməni də ki, yenə də cirə, raziyana, duz, istiot aralarına səpirik. Belə.